Sonraki hadis Abdullah ibn Abbas radiyallahu anhumadan gəlir. قال أعتم النبي صلى الله عليه وسلم بالعشاء فخرج عمر فقال الصلاة يا رسول الله رقد النساء والصبيان فخرج ورأسه يقطر فيقول لولا أن أشق على أمتي أو على الناس لأمرتهم بهذه الصلاة هذه الساعة. Və bu hədis Abdullah ibn Abbas radiyallahu anhumadan gəlir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm işə namazını gecikdirdi və Umar radiyallahu anh çıxaraq dedi ki, ya Rasulallah namaz. Yəni namaz gecikdi. Artıq deyir, uşaqlar və qadınlar yatdı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm saçından su töküldü, harla çıxır və deyir ki, لَوْلَا أَنَا شُقَ عَلَى ümmeti. Əgər deyir, ümmətimi və yaxud insanları çətinə salmaq qorxusu olmasaydı, yəni bundan qorxmasaydım, yəni mən bu anda, bu vaxtı namazı əmr edərdim. Yəni işə namazını, yatsı namazı gecikdirməyi nə edərdim? Əmr edərdim. Yenə bu hədisin qısaca olaraq şərhi Mühaddis İbn Abbas radiyallahu anhuma ənə Nəbiyyə sallallahu aleyhi ve sellem əxxara zətə leylətə salatul işə. İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gecə işə namazını gecikdirir. Hatta raqada mən la yətəhəmməlu səhər ilə nisə və sıbyan. Hətta yəni ayıq qalmağa gücü çatmayan uşaqlar və qadınlar yatırlar. Fəxarac Umar və Umar radiyallahu anh bunu görüb çıxır Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və çağırır ki, artıq namaz qılaq. Və ya'təziru ileyhi min istəcəli iyyah və ənə dəlik min əcli ənə nisə və sıbyan raqadu və həmçinin o çağırdığına görə də üzür gətirir ki, yəni mənim çağırmağımın səbəbi qadınların və uşaqların yatmasıdır. Fəxaraca Rasulullah sallallahu aleyhi ve sellem yaptırmən və Peyğəmbər sallallahu aleyhi ve sellem yəni evindən məscidə çıxır və saçından, başından su damcılandığı halda və bəyyənə ənəhu ləvlə su'ubə vəl-harac vəl-anət aləl-ümmə və bəyan edir ki, əgər ümmət üçün bir çətinlik, məşəqqət, sıxıntı olmasaydı, ləzəbəhum bidaxiri salat ilə şəhliyə tulukilləyl və işə namazını gecikdirməyi əmr edərdi, buyurardı. Və hərsinin faydalarından istixbəb təxiri salat ilə şəhliyə muntusafilləyl idə ləm təkun səmmə məşəqqa. Deməli, işə namazını gecikdirməyin müstəhəb olması gecənin yarısına qədər əgər bir məşəqqət yoxdursa. Deməli, işə namazının vaxtı nə vaxta qədərdir? Daha səhi olan, yəni ixtilaf var, amma daha səhi olan odur ki, gecənin yarısına qədərdir. Çünki səhi hədisdə, Müslimdə girən hədisdə Peyğəmbər sallallahu buyurur ki, vaqtu salatil işə ilə nısfil leylil avsat. Vaqtu salatil işə ilə nısfil leylil avsat. Yəni, işə namazının vaxtı gecənin orta yarısına qədərdir. Yəni, bəziləri deyir ki, sübhə qədərdir işə namazının vaxtı, yəni o səhih deyildir, ona bir dəlil yoxdur. Onların gətirdiyi dəlil də yəni ona dəlalət eləmir. Çünki onlar deyirlər ki, hər namazın vaxtı o bir namazın vaxtına qədərdir. Amma alimlər deyir ki, o bir namazın vaxtına qədərdirsə, onda sübh namazın vaxtı zöhrə qədərdir. Yəni o hədis açıq aydın dəlil deyil. Amma bu birisi isə açıq aydındır ki, işə namazın vaxtı gecənin orta yarısına qədərdir. Yəni o gecənin yarısından sonra nəyə qalır? Qaza olur artıq. Yəni vaxtı keçmiş olur. على الإمام النظر في المصلحة العامة للمصلين وأيهما أفضل فعل. Deməli, imam ümumi namaz qılanların, müsəlmanların məsləhətinə baxmalıdır və hansı daha əfsəldir, onu etməlidir. Cevaz təxiri salat li'udrin mu'tabar. Və etibarlı bir üzrə görə namazı da gecikdirməyin caiz olması. Həmçinin qadınların və uşaqların da kişilərdən hətta əlavə olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmlə birgə cəmaat namazını qılmağa həris olmaları. Və həmçinin burada alınan faydalardan Umar radiyallahu anhunun müsəlmanların ümumi məsləhətinə həris olması, buna diqqət yetirməsi və quvvəti fi dinillah və onun, Umar radiyallahu anhunun Allahın dinində qüvvətli olması və eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olması. وفيه تنبيه الأكابر إما لاحتمال غفلة أو لإثارة فائدة منهم في التنبيه. Və həmçinin faydalardan böyük insanlara da xatırlatmağın caiz olması, müəyyən qəflətin, qafilliyin baş vermə ehtimalına görə və yaxud da hər hansı bir deyiləcək, ortaya çıxaracağı bir faydanın alınmasına görə. Yəni burada hardan çıxarıldı? Umar radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemə namazı
xatırlatmasından. Yustahabbu lil-alim vel-kabir an ya'tadir li-ashab atba'i in ta'akhkhara anhum aw badara minhu khata aw taqsir. Və həmçinin yenə müstəhəbdir ki, alim və yaxud da böyük, yaşlı insan öz yoldaşları və yaxud tələbələri üçün özünə tabi olanlara yəni üzrxahlıq istəməsi əgər gecikərsə və yaxud da ondan bir səhlənkarlıq və xata çıxdığı zaman, xata zühur olduğu zaman nə etməsi? Üzür gətirməsi. Cavaz-ı tərk-i tənşif lil-bədəni minəl-qasli vəl-vudu. Və həmçinin faydalardan Peyğəmbər s.ə.v saçından, başından su damcıladığı halda çıxır. Bu da deyir, deməli, dəstəmaz aldıqdan sonra, yaxud da qusul aldıqdan sonra qurulanmağı tərk etməyin caiz olmasına dəlalət edir. Yəni, dedik ki, ikisi də eyni səviyyədədir. Yəni, insan qurulana da bilər və qurulanmaya da bilər. Hirsus sahabət alə nəqli kulli hadisə və vaqiyə və qavlu fi'li Nəbi s.ə.v. Deməli, sahabələr, həmçinin faydalardan, sahabələrin, yəni Peyğəmbər s.ə.v-in hər bir hadisəsini, hər bir sözünü, hər bir feilini nəql etməyə həris olmaları. Və həmçinin faydalardan muraat, maslahat-ı da'afə minən-nisə və sıbyan fil-əhkam şər'iyyə. Demək, şəri əhkamlarda zəiflərin, qadınları və uşaqları nəzərə almaq, onların məsləhətini nəzərə almaq. Yəcuzu li qeyri müəzzin ən yu'liməl-imam bituğuli vaxtı salat və talab minhu ən yaxrucu li-iqamətiyyə. Deməli, həmçinin faydalardan müəzzindən başqası da imama namazın vaxtının girmə vaxtını xatırlatmağı, bildirməyin caiz olması və ondan iqamə üçün çıxmasını tələb etməsi. Və hədəl hadis aslun lil-qaidətin mə'rufə əl-məşəqqatu təclib ət-teysir. Və həmçinin bu hədis əsas bir qaydaya dəlildir. Qaydalar var, usul qaydaları. Ona dəlil, o qaydalardan birinə dəlildir. O da həm qayda nədir? Əl-məşəqqatu təclib ət-teysir. Deməli, məşəqqət asanlıq gətirir. Mühüm qaydalar. Bu qaydalar var, amma belə hədislərlə götürüləndə yaxşıdır ki, dəlillə. Dəlil, hətta qaydalar belə, usul qaydalar. Məsələn, bəzən olur usul fiqh, kitablar keçirilir, qaydalar var. Qaydalar var, amma görürsən ki, heç bir dəlilə əsaslanmır. Ona görə yaxşıdır ki, hətta usul qaydalarını belə, hədis qaydalarını belə necə götürmək? Dəlillə əsaslanır. Demək, əl-məşəqqatu təclibu teysir. Deməli, məşəqqət, çətinlik nə gətirir? Asanlıq gətirir. Və həmçinin buna oxşar qaydalardan əl-əmru kulləmə daqəl-əmru ittəsə. Yəni, bir iş nə qədər sıxılarsa, daralarsa, bir o qədər genişlənir. Cəvaz-ı səhər l-ibadət bişərt adam təfqid-i salat əl-fəcr. Deməli, ibadət üçün, deməli, faydalardan, ibadət üçün ayıq qalmağın caiz olması, amma yenə bir şərtlə ki, yəni bu, yəni fəcr namazının ötməsinə gətirib çıxarmayacaqsa. Ona görə alimlər deyir ki, əgər insan gecəni Quran oxuyaraq keçirərsə, ibadətlə Quran oxuyaraq və sonra buna görə fəcr namazını, sübh namazını ötürərsə, onun gecə oxuduğu Quran ona nə olur? Haram olur. Yəni, yəni gecə ibadəti ona haram olursa, fərz namazını ötürdüyünə görə, onda insanın gecə boş-boş söhbətlərlə və yaxud da nəyəsə baxaraq keçirməsi, deməli, haramlığı nə qədər şiddətlidir. Deməli, həmçinin faydalardan əş-şəriə əl-İslami leysə fiyyə harac və lə məşəqqə. Deməli, İslam şəriətində yəni sıxıntı və məşəqqət yoxdur. Nə qədər məşəqqətli yer varsa orada nə gəlir? Yüngüllük gəlir. Ona görə Peyğəmbər s.ə.v hətta namaz qılan insan haqqında deyir ki, salli qaimən, ayaqüstə namaz qıl. Fə illəm təstata fəqaidən. Ayaqüstə bacarmırsansa oturaraq qıl. Görsən, məşəqqət olursa nə olur? Asanlıq gətirir. Oturaraq bacarmırsansa fəaləcəm, yan üstə qıl. Burada alimlərin ixtilafı, ixtilaf el-ələmə fi salat-ı şəhəl-i əfta təqdim və təxir, alimlər ixtilaf edirlər ki, işə namazını, yəni vaxtında qılmaq, girən kimi qılmaq əfsəl, yoxsa gecikdirmək. Zəhəbə cəmaatun ilə ənə təqdim əl-əftal, liənnəhu adə Rasulullah s.ə.v əl-qalibə. Yəni bir dəstə cəmaat deyir ki, alimlərdən bir dəstəsi, yəni vaxtında qılmaq əfsəldir, çünki Peyğəmbər çox vaxtı belə qılıb və ləm yuaxirhə fi avqati məlum illə li bəyanil cavaz. Yəni bəzi vaxtlar gecikdirir, o da caizli, icazəli olmasını bildirməsi üçün. Amma alimlərdən ondan daha çox qismi hissəsi isə deyir ki, gecikdirmək daha əfsəldir. Lənnə hədəl hədis dəlilu alə ənə təxir işə əvvələ. Yəni bu hədis açıq aydın dəlildir ki, işə namazını gecikdirmək daha yaxşıdır. Amma burada yenə deyir ki, yenə bir məsələyə diqqət etməliyik ki, ənə təqdim fi raf'ul harac anil ümmə. Deməli,
işə namazı, yatsı namazın vaxtında qılmaqda nə vardır? Vaxtında qılmaqda ümmətdən çətinliyi qaldırmaq vardır. Çünki hamının yəni, gecikməyə halı yoxdur. Ona görə o baxımdan nədir? Vaxtında qılmaq. وَالتَّأْخِرِ فِي مَشَقَّ بِنَفْسِ الْحَدِيثِ Və hədisin nafsına əsasən açıq aydın hədis onu bildirir ki, gecikdirməkdə nə var? Məşəqqət var, çətinlik var. وَالْأَخْذُ بِالْأَيْسَرِ هُوَ الصَّوَابِ عِنْدَ تَزَاحُ الْمَصَالِ Əgər deyir, yəni məsləhətlər belə cəm olarsa və yaxud da sıxlıq yaranarsa belə, yəni və yaxud da ziddiyyət yaranarsa və onda yaxşıdır ki, nəyi götürmək? Asan olanı götürmək. لِأَنَّ مَدَارَ الشَّرِيَةَ عَلَى الْيُسْرِ وَرَفْعِ الْحَرَجِ عَنِ الْمُسْلِمِ Çünki şəriətin əsası nəyin üzərindədir? Şəriətin əsası asanlıq və müsəlmanlardan çətinliyi qaldırmaq üzərədir. Ona görə Peyğəmbər s.ə.v deyir ki, Ayşə anamız İzə xuyyirə beynə əmreyni ixtara əysərəhumə Yəni Peyğəmbər s.ə.v iki iş arasında seçimdə qaldığı zaman asan olanı götürərdi. Amma bir şərtlə ki, mələm yakun ismən günah olmadığı təqdirdə. Bəzi insanlar deyir ki, asan olanı götür. Amma asan olan günahsız əlbəttə olmaz. Demək, asan, hansı asan? Yəni, əgər iki iş var, biri çətin, biri asandır, amma asan olanı götürərdi, əgər asan olan günah deyilsə, mühüm məsələ, bax, günah deyilsə. İxlasla.com saytı tərəfindən təqdim olundu.